Bir müddət öncə siz sənətkar yox, sənətdən karsınız sözləri ilə sənət yoldaşlarını tənqid edən Nadir Qafarzadə ATV telekanalının efirində yayımlanan Gün Ortası verilişinin qonağı olub. Gündəm 24 olaya istinadən xəbər verir ki, müğənni bir sıra mövzulara açıqlama gətirib. Biz xalqın evinə çağırılmayan qonağıq, xalqın zövqünü korlayan da bizi kimi fikirləri səsləndirən Nadir Qafarzadə toylardakı monopoliya məsələsinə də toxunub. Toyun da şitini çıxardılar. Toyda da monopoliyada görürəm və qulağım eşidir. Toyda yaranan monopoliyadan şikayətini dilə gətirən sənətçi mənə zəng gəlir, deyir görüşək və ya bank kartımı istəyir ki, beh atsın. Amma gəlmir. Bilirəm ki, məni vurdular. Başqasını saldılar. Son zamanlar bu hallar çox yaşanır. Şadlıq evlərində administratorlar monopoliya yaradıb. Hamıya aid deyil, kişi kimiləri də var. Amma nakişilər səni elə vurur ki, ruhun da incimir deyə Nadir Qafarzadə verilişdə açıqlamasında bildirib.